Artıq bir ildir ki 212 Azərbaycanda istifadə olunur. Sizə bu avtomobilin müsbət və mənfi tərəflərini deyəcəm. Başımıza nələr gəldi, onu nə cür həll elədik, ehtiyat hissəsindən tutmuş sürücü düşüncəsinə qədər müxtəlif sürücülər nətər düşündü və nəticədə bu avtomobil özünü nə cür apardı. Siz bilirsiniz ki, mən avtomobilləri yalnız test üzərindən məlumatlandırıram. Yəni indiyənə qədər dediyim Mercedes, BMW, Audi, Volkswagen hansı ki kütləvi surətdə Azərbaycanda istifadə olunurdu. Mən onlar haqqında sizə indiyənə qədər əldə etdiyimiz məlumatlar əsasında bilgilər paylaşırdım. Amma elə maşınlar var idi ki, tutaq ki Volkswagen, mən onu istifadə edəndən sonra fikirlərimi paylaşdım. Birinci iddia irəli sürdüm, sonra fikirlərimi paylaşdım. Bu avtomobil də elədir. Bu yanında durduğum avtomobil dizeldir. Sürətlər qutusu dəyişib, avtomobilin mühərriki dəyişib. Sizə öncədən bunun anonsunu vermişdim. Artıq almanlaşıb bu hamısı. Salonda dəyişiklik var, onu da sizinlə paylaşacağım. Eyni zamanda dizellə benzinin sizə fərqini deyəcəm. Hansı daha sizin üçün avantajlı ola bilər və eyni zamanda bunun üzərinə bir illik təcrübəmizi qoyacağım. Nələr baş verdi, necə baş verdi və siz bundan rahatlıqla istifadə edib seçə biləcəksiniz ki, doğrudan da istifadədə bu avtomobil özünü necə apardı və mən bir alıcı kimi bu avtomobili alım ya yox. Yəni biz məcbur eləmirik. Biz sizə praktikanı paylaşırıq. Onu da qeyd etmək istəyirəm ki, bir çox adam mənim adımdan istifadə edir. Gözəl insanlar. Mən Azərbaycanda təkcə bu avtomobili təklif edən adam deyiləm. Məndən başqa 3, 4, hətta 5 nəfər də təklif edir. Onlar həmişə mənim adımdan istifadə edir. Dostlar, mənim olandan əlaqəm yoxdur. Yəni bundan əmin ola bilərsiniz. Yəni bu biraz da utanç verici də olar çünki başqasının adından istifadə edib maşın satırlar. Qardaş, satmaq istəyirsən, mən öyrətmək məqsədi ilə satıram. Sizə seçim verirəm. Onlar isə sadəcə satmaq məqsədi ilə satır. Ona görə də mən düşünürəm ki, mənim ideyam biraz fərqlidir və məni sevənlər aldanmasınlar. Mən hər yanda bu avtomobili sizə təklif edə bilmərəm. Texniki cəhətdən bu mümkün deyil. Hamısını sizə yavaş-yavaş bildirəcəm. Nə edirik? İzləmədə qalırıq. Sağ olun.